Yaşıl çay. Yaşıl çay çox faydalıdır, yaşıl çay. Qəşəngdir yəni. Demək olar ki, uzun müddət deyəndə, yəni mən yaşdaydım, orada içdim bir dənə çay. Yəni, bir dənə uşaqlarla arası oturub eləyəndə qara çay içirəm. Yaşıl çay çox qəşəngdir, yəni o qara çay içildik, elə bir deyə öyrəşmişik falan beşmişəm. Yaşıl çay, nətər deyim, daha süperdir, daha qəşəng. Yaşıl çay əladır. Biz gecədə yoxsuzam, mən təxsis yoxdur yaşıl çay, hərə bir fikirləşər belədir. Və xurma. Dostu, bu xurmalar qablaşdırmada gəlir, tozda olur üstü. Tozu da salpetka. Tərtəmiz salpetka. Tərtəmiz deyil, 3 dənə xurma silmişəm. Birinci o tərəfdən, sonra bu tərəfdən belə də şəkildə. Amma tərtəmiz edirəm, sonra yiyirəm. Çünki tozlu torpaqdır, bilmirəm nədən deyil. Bəlkə də həm türlüklər yiyirəcədə. Bizə satırlar mağazada, Karovkanın içində salapanda. Üstündə nə bilim, ərəb yazılardı nədir? Full of energy, 100% natural. Bu nə verir ki? Kalori 676. Kakao lazımdır bizə. Kalori 163 kakao. Vate, su 59 qram. Karbon hidrat 37.60 qram. Fiber 1.30 qram. İron, yəni dəmir. Fiber nə idi? İron, dəmir 90 qram, yox 0.90 qram. 90 qram dəmir olası deyil ki. Fat 0.60 qram. Fatdakı yağ. Yağ. Fat doymuş yağ demək bildiğim qədərilə. 0.60 qram doymuş yağ, kalsiyum 50, 0.50 qram, fosforus adlı dənəsidir, 0.07 qram. Nə faydalıdır deyir. Faydalı bir şey deyil ki. Qəşəngdir. Dadlı qəşəngdir.